Qızların hamısı gəldi, biz gedirik Şəkiyə. Aşağıda qonaqlıq var. Mən də aparıb salır bir kupaya ki ovucundakı düyünü səpə-səpə gətirir. Biz gəldik, girdik. Standart klas olduğuna görə bizə hətta belə yiyəcəklər də var. Göz üçün mən də göz bandımı gətirmişəm. Amma bunu baxın verirsən. Onu ələ verərsən. Sənə də var da Ramilə. Səndə matras var imiş. 2 saatda əlləşirəm. Prosto sağlam. Matras var imiş burada. İşte gedən. Ay, aşağıda qonaqlıq var. Səhər saat 6-da çatdıq Şəki şəhərinə və fikirləşdik ki, əvvəlcə bir səhər yeməyi yeyək. Taksi sifariş verdik, getdik Marxal otelə. Belə çox dadlı, hər şeyin təptəzə olduğu bir səhər yeməyi yedik. Hətta elə yedik ki, axşam saat 5-ə qədər acmadıq heç birimiz. Çox dadlı idi hər şey. Otelin özü də möhtəşəmdir, görüntüsü. Böyük dağların ətəyində yerləşir, təbii ki, belə olacaq. Çox gözəl idi hər şey. Belə qızlarla deyə gülə səhər yeməyimizi birlikdə yedik. Sonra rəfiqəmiz dedi ki, burada bir kəhraba otağı var. Dünyada 5 dənə var bu otaqdan. İnanclara görə kəhraba çox faydalıdır insan sağlamlığı üçün. Hansı ki, bu elmi şəkildə sübuta yetirilməyib, ən azından psixoloji rahatlıq verir insanlara yəqin ki. Deməli, dünən axşam mən bunları neyləmişəm? Dedilər ki, burada deyəsən işığı söndürmək olur da, söndürək rahat yataq. Mən də dedim ki, bunlar bizə gözümüz üçün belə band veriblərsə, deməli, işıq sönməyəcək. Bunu hamımıza veriblərsə. Yəni məntiqi olaraq da bunu sübut edir. Bunu veriblərsə sönməməlidir. Amma mən dedim ki, mən sürət qatarında olmuşam da, kupeli qatarda olmamışam. Səndə mən işıqlar sönürmüş. Bunu da biz səhər bildik. Bizi gəlib deyir ki, bilirsiniz nə olub? Biz də dedik, Allahım, heç ağlımıza gəlmir ki, söhbət işıqdan gedəcək. Deyir, işıq sönürmüş. Mən də aparıb salır bir kupaya ki, bax, işığı söndürmək olarmış. İşıq sönürmüş. Bəli. Olur da öyrənmiş olduq da. Biz gecəni yatmamışıq. Öyrənmiş olduq. olsa xanım Müsalənin əlindən biz gecəni yatmamışıq. İnanmışıq. Əsas o da təcrübə elədik. Qaydanda yatacağıq. O boyda millət var orada. Bax məndən nə istəyir? Bax orada 4 dənə qız var, 3 dənə qız var. Hə? Əslində. Qoyun da Şəkiyə gəlmişəm. Qoyun istirahət edin. Gəzintimizə Şəki şəhərinin Kiş kəndində yerləşən bu qədimi, dünyadakı ən qədim kilsələrdən biri ilə başladıq. Bələdçi xanım bizə çox gözəl məlumatlar verdi Alban kilsəsi haqqında, oradakı aparılan qazıntılar, çıxan qəbirlər, qəbirlərin tarixi, tariximizin bu qədər qədim olmağı möhtəşəm bir hiss verir insana. Bir də rəfiqələrimizlə söhbət eləyərkən doğrudan da fikirləşdik ki, buranın o qədər gözəl enerjisi var ki, dini yerlərin, dini məbədlərin özünə məxsus bir enerjisi olur. Hansı ki, insan o enerjidən qəribə bir şəkildə təsirlənir. Görmək istədiyim yerlər içərisində Şəki yaylası da var idi. Çox möhtəşəm mənzərəsi var və yay sezonu üçün hazırlıqlar görülürdü. Məncə yayda çox daha möhtəşəm olacaq. Növbəti səfərimiz Biogardena idi və gəlməkdən heç peşman olmadıq. Siz də heç peşman olmayacaqsınız. Çox gözəl meyvə ağacları var. Bu arada may ayında getsəniz, istədiyiniz qədər o meyvələrdən yeyə bilərsiniz. Özünüzdən aparmaq yox, amma yemək sərbəstdir. Həqiqətən də zaman bir illüziyadır və mənə görə qazanılmış zaman var və bir də boş yerə israf olunmuş zaman var. Qazanılmış zaman mənə görə odur ki, baxın, hər addımda biz təəccüblənirdik burada. Bu mənə görə qazanılmış bir zamandır. Bir insanın belə bir yeri, necə gözəl özü tək başına yarada biləcəyi, necə bundan zövq ala biləcəyini düşünürsən və sənin də beyninə bir ideyalar gəlir. Boşa keçmiş zamanda isə insan heç nə qazanmır. Əksinə zamanı itirmiş olur. Gəlin və məncə buradan zövq alacaqsınız. Hər addımda təəccüblənəcəksiniz.
Bu gün Şəkini çox qəşəng gəzdik. Sağ olsun sürücümüz bizi əla gəzdirdi. Sürücümüz Ruslan bəy. Səbirdən çox Şəkillər qəşəng. Hara getdiksə, biz bunu internetdən öyrənmişdik, hara getmək lazımdır. Amma dedi ki, ora yox, oradan əlavə filan yerdən keçin, filan yerə də gedin deyə. Çox qəşəng bizi Təfsilatlı izah elədi. Bizi səbirlə istədiyimiz gözlədi. yerlərə apardı, gözlədi, bir kəlmə af etmədən. Çox qəşəng bizi Sağ gəzdirdi olsun, deyək. var olsun. Həm münasib qiymətə, həm də qəşəng gəzmiş olduq. Mən 2019-cu ildə gəlmişdim Şəkiyə. Dəhşət yağış yağırdı. Buralarda da xarici turistlər heç içəri girmək istəyim olmamışdı. İndi girdik içəri. Düz içəridə video çəkməyə, şəkil çəkməyə qoymaq olar. Çəkiliş qadağanıymış. Biz də Görünür, gəzdik. o naxışların təkrarı olmasın deyə. Bəlkə də. Şəki mənim xatirəmdə uşaqlıqdan bir hardasa 7-8 yaşım olardı. Şəkidən gəlin gətirmişdik biz o zaman. Atam o zaman sağ idi, atamın Jiguli maşını var idi. O Jiguli ilə atamın bir möhtəşəm dostu var idi, Şahin adlı. Biz də onu çox istəyirdik. Ona gəlin gətirirdik Şəkidən. Şəkillərin də bir gözəl adəti var idi. Gəlinin ovucuna düyü verirdilər, vermişdilər. İndiyəcən yadımdadır o məqam. Yol boyu Bakıyacan ovucundakı düyünü səpə-səpə gətirir gəlin. Mənası? O da o mənanı daşıyır ki, evindən ruzi bərəkəti ər evinə gətirir. Həm də elə bir paylaşım ruzi bərəkəti. Mən bildiyim belədir, bəlkə başqa bir mənası var idi. Yəni Şəki mənim xatirəmdə elə qalıb. Bu gün gəlməyimiz həm o uşaqlıq xatirəmi canlandırdı, həm də ki, əziz insanlarla, sevdiyim insanlarla yol yoldaşı olmaq çox xoş oldu. Çox qəşəng yerlərə getdik bu arada. Garden, Bio Garden. Bio Garden. 65 yaşında bir adamdır. Demək olar dünyanın bütün yerlərinə gedib və oradan bitkilərdən və heyvanlardan nümunə kimi gətirib özü üçün böyük bir 7 hektarlıq bir 8 hektarlıq bir ərazidə bir cənnət məkana çevirir. Çox gözəldir. Özünlə də danışdıq. Çox savadlı, çox dünya görüşlü bir insandır. Gələ bilərsiniz, gəzə bilərsiniz. Çox gözəldir. Şəkidə gəzməyə çox yer var. Bir ay sonra da həmin bağçada Bio Garden'da meyvələr yetişəcək. O meyvələrdən dadmaq fürsətimiz olacaq biz gəlsək. Siz gəlsəz sizdə olacaq. İnşallah. Ayın 1-dən açılır tam olaraq restoranı, kafesi. Sezon orada. açılışı olacaq. Sezon açılışı olacaq. Möhtəşəm açılış eləyəcəklər. Belə. Dış saray, Zimni dvorец. Bir Şəki xan sarayı. Sənli günlərimdə xoş xatirələrdəki dönməz geriyə o düşüncələr. Qızlarımızdan biri dedi ki, bu kofe shop internetdə çox məşhurdur və bura gələn hər kəs mütləq gəlib burada kofe içir. Biz də içəri daxil olduq. Şəkinin o tarixi üslubunu pozmadan möhtəşəm bir məkan yaradıblar deyə düşünürəm. Bu arada kofe də çox ləzzətli idi. Əgər Şəkiyə gəlmisənsə, mütləq ya halva ya paxlava almalısan. Şəki halvası, Şəki paxlavası. Biz də bu yerə girdik və çox dadlı görünən paxlavalar var idi. Biz də aldıq və çıxdıq. Və Şəkidə gün batımı. Biz də Şəki pitisi yemək üçün gedirik Qaqarin restoranına. Конечно. Dostlar, biz görürük ki, Şəkiyə qatar açılıb. Dedik ki, qatarla gələk, qatarla da qaydaq. Şəki çox qəşəngdir. Birinci növbədə onu deyim ki, qatar məsələsində biraz çətinlik yaşanır. Nəyə görə? Əvvəla Bakıdan gələndə də səhər saat 6-da düşürsən burada. Səhər saat 6-da düşmək o deməkdir ki, gedəcəyin heç bir yer olmur. Yəni sən 1-2 saat boş bir şəkildə keçirməlisən ki, ən azından səhər 8-də səhər yeməyi verən bir yer açılsın ki, sən oturub səhər yeməyi yeyə biləsən. Sonra gəzirsən, qəşəng, görməli yerləri görürsən, hər şey əla, super.
Amma gəlir çıxır axşam saat 7-8-ə qədər eləyəcəyin hər şey eləyirsən. Sonrasında bizim kimi qalırsan boş. Qatar gecə 00:41-də qalxacaq. Gözləyirik biz harda? Qaqarin restoranında. Çox qəşəng dadlı pitisi olan bir yerdir. Rəfiqəmizin məsləhəti ilə də elə bura gəldik. Burada da qəşəng piti yedik. Oturmuşuq burada, sağ olsunlar gətirdilər bizə. Bizim burada gözləmə müddətimiz uzun olduğuna görə üzərindən də xahiş elədik ki, biz burada gözləyirik. Heç bir problem yoxdur. Hətta gətirib bizə çay da verdilər, sağ olsunlar. Ancaq ki bu bir diskomfortdur da, istər-istəməz. Yəni biz ya bura gələn başqa adamlar axşam saat 12-yə qədər, 1-in yarısına qədər nə edə bilərlər burada? Necə vaxtlarını keçirdə bilərlər ki, qatara gedib çatsınlar? Bunda müəyyən bir dəyişiklik olunmalıdır. Bu dəyişiklik olunsa Şəkiyə gəlmək superdir. Şəkidə vaxt keçirmək əladır.